Good morning my neighbors. Fuck you too. Boynu kimdir sən canım? Avtobus şoförünə oxşayır boynu. Məzəlsə də. Amma bunun qədər boyun yoğun olmayıb hələ indiyə kimi. Tutdu bağda deyək də. Bizimki tutanmadı amma. Başqa şey tutmuşdu. Amma inam yoxdur ki, Arsenal daha axıra kimi belə gələcək. Salam əziz Vuvuzela media izləyiciləri. Mən verilişə başlamazdan əvvəl Inter azarkeşlərinə bir çağırışım var. Yəni söndürün çıxın gedin. Ya söndürün çıxın gedin ya da orada Valeriyanın Azaddan yanınızda saxlayın. Yo. Burada 2 dənə Milan azarkeşi ilə dünyanın ən niyə derbi analiz videosu. Niyə obyektivni futbolni podkast. Sən də var da, bax bu uşaqda olan istedad mən həmişə bəyənmişəm. Həmişə təqdir elə. Dəxilçi də. Hə, yəni əhvalımız da kökdür derbilər. Ramiz kimidir. Başlayaq Pioli'dən. Mən bir də lap mən uzağa getmək istəyirəm. İlk orada biləm, gözləsən biləm, bazanın baxımda. Təbrik eləmək istəyirəm ümumiyyətlə. Bütün Milan azarkeşlər. Milan Azərbaycan. Bəli, fan klubunun oyunu çıxardı. Fan klub olmasın. Azərbaycanda olan Milan azarkeşini təbrik eləmək istəyirəm. Möhtəşəm qələbə idi. Çempionluğa doğru hələ ki şeyin içərisində avtobusunda hansı ki yığışmışıq. Biz bu üçün gedirik ona doğru. İnşallah davamı olsun bu qələbələrin. Bir də Xanlar qardaşımı da təbrik eləmək istəyirəm. Dəli Milan fanatıdır. Ona da salamlar buradan. Sən də salamlar. Bir dənə də fan kluba da deyirik ki, buradan biraz aktiv, zəhmət olmasa. Azərbaycanda hələ mən bir çox Milan azarkeş tanıyıram ki, xəbəri yoxdur ki, Azərbaycanda Milan fan klubu var. Bu biraz daha belə deyək ki, orqanizə olmalıdır ki, uşaqlar gəlib oyunlara bir yerdə baxa bilsinlər. Dünən möhtəşəm idi hər şey. Bəli. Var sosial media hesabları falan. Əlbəttə ki, var. Var. Kimdir? Ümumiyyətlə fan klubunun təsisatçısı? Var. Rəhbəri də var, vice-prezidenti də var. Hər şey yerində. Hiyerarxiya var. Deyəcəm məsələn at. Sən yox, izləyici üçün də mən Eminlə Nurlan. Oradan bir PR Azərbaycan səviyyəsindən follow eləyə bilərsiniz. Buradan onlara da salamlar. United azarkeş kimi Milan PR-ını aparmaq istəyirəm Demirat. Apar da. Dedim. O ad familiyasını cavab təq edərsən. Hə, buyur, Pioli. Dedim də. Piolin vaxtında biz 6 oyun dalbadal uduzmuşduq Interə, sağ olsun və cəmi 2 qol vurub və derbidə də uduzduq, çempion oldular onlar. Bəli. 2 qol vurub 14 qol buraxmışlar 6 oyundan, sağ olsunlar. Bu Piolin çox güclü uğurudur. Mən həmişə təbrik eləmişəm. Samir olsa biraz daha yaxşı ürək sözlərimi deyə bilərdim. Sən onu deyirsən. Amma keçən il Pioli, yəni Inzaghi Piolinin bütün taktikalarını tutmuşdu. Özü də harda gördü, qapazlayırdı onu. Bu istər Fiorentina'da olanda, Milan'da olanda belə idi. Gəldi keçən il Fonseca, sonra Constant Milan 8-ci yerdə qutardı, amma 5 dənə oynadılar. 3 qələbə, 2 SC ilə Interin Superkuboku da əlindən aldılar. Ligada büdürətdilər belə deyə 2 oyunun ikisində də 2-1, 1-1 və şeydə də, nədən oldu? Kubokda da uzaqlaşdırdılar 3-0-dan aprel ayında 3-0-dan onları göndərdi evə. Gəldi bu ilə hamı gözləyir ki, Kivu falan filan, yəni odlar hamısı Interin tərəfində idi. Hələ oyun başlayanda mən baxdım ki, oyunun Interin qələbəsinin koeffisiyenti harca 1.50, 1.60 falan idi. Milano 4.50 idi. Yəni orada oyun olan kimi yazıldığı şeydi. Sразу. Üçüncü dəqiqə salon aşağı. Yox, oyun başlayan kimi həmin kanalda altda göstərildi oradan. Hə, sən ona baxırdın. Amma oyuna baxırdı bu stavkalara. Görüm nə etdi orada, nə yazıldı. Bizim YouTube kanalının ictimai bölməsində mən də bir neçə gün əvvəldə anket açmışdım. Orada da üstünlüyü hamı Interin qələbəsinə verilmişdi. Hardasınız, yazın. Amma indi bir dənə də uşaqların nəzərinə çatdırım ki, Roma, Napoli, Inter, Bologna, Juventus ilk 5 yer bunlar, ilk 6 yer bizdən biri də onlardır. Milan onun 4-ünü udub, Juventus da belə əlimizdən qaçırdı. Bologna udub 1-0. 1-0 başlıyor. Hə, düzdür. Belə əlimizdən sürüşdü, qaçdı da. Pulisic sağ olsa penalti vursaydı, formasını geyinmişsə. Bəli. Amma onun qarşısında Inter bu mövsüm Juventusu uduzub, sadəcə Roma səfərdə qələbə qazanıb, Napoli uduzub və Milan uduzub. Sağ olsun. Christian Kivu. Yox, Christian Kivu'luq bir şey yoxdur. Mən Pioli'yə qayıdım. Gözlə Pioli'yə qayıdım. Gözlə də bir step by step də. Çalğan, niyə sən deyirsən də bizim sürprizlərimizi? Yaxşı, bu xabrasını kat eləyərsən baxa. Yox, qalsın, hamı bilsin. Hə, yəni Pioli sən deyirsən 6 ardarda məğlubiyyət. Bəli, razıyam, olub. 2 qol 14. O heç. Amma ondan qabaqki mövsümlərdə sən niyə demirsən ki, necə ki Milan derbini çevirib, Giroud'un qolları ilə 2 dənə qol, o çox vacib momentdə zərbə indirib Inzaghi'yə və ondan sonra Inter heç toparlana bilmir və biz çempion olmuşuq o mövsüm. Ondan sonra 3-2, yenə də birinci Brozoviçdən
buraxdı. Mən şəxsən stadiondaydım. 3-2 bizim komanda tutdu. Bəli. Yəni Pioli'nin vaxtındaydı da hamısı. Ondan sonra yəni sadəcə Inzaghi bağı tapdı da yəni. Milyon deyirəm O, mən. amma bir dalbada 3 dəfə uduzub da o. Qabaqlar Pioli. şu 6 dəfə hamısını qələbə qazandı. 6 da. Bəli, amma birinci Yəni dəfə indi Interin qələbəsi uduza gəldi. Başa düşdü də necə tutmaq lazım. Pioli'nin taktikasını bildi. Yəni Pioli'də plan B yox idi. Inzaghi də Milana uduzduğu bütün oyunlarda özün bilirsən ki, öz səhvləri idi. Səhv zamanı 1-0 udur Milana götürü Çalhan ona şeyi çıxartdı çölə. Nədir o adı? Hada çünki Alexis Sanchez zadı buraxdı. bəli, ondan sonra batırdı. O heç amma Evet. yəni demək 2 oyun istədiyim ikisi də elə olur. demək istədiyim odur ki, yəni bu şeyin Inzaghi'nin səhvi idi. O da başa düşdü ki, necə oynamaq Dəymək lazım. olmaz. Tutdu bağı da deyək də. Bizimki tutanmadı amma. Başqa şey tutmuşdu. Hə. Amma yox, Pioli də yenə də çox sağ düşür. Yenə də Çempion indiki oynuyor. dünənki oyuna qayıtdıqda, dünənki deyəndə bazar günü olan oyuna, yəni burada Inter başlayan kimi pres başladı eləməyə. Əlbəttə ki, daha dominant idi. Kivu yerə gəlmişdi, yaxşı məşqçidir. Yo, əladır. Kivu Zarafat super məşqçidir. Əla məşqçidir. məşqçidir. Kivu biraz uduzdur, Juventus uduzdu, ona uduzdu, buna uduzdu, amma Hamısı Inter yaxşı hələ də oynadı. yəni bir hal cəmi arxadadır şeydən Milandan. Yəni hələ də həmin mübarizədə. Növbəti tur Milan Lazio oynayır. Məsələn Milan hal itirsə, Inter də Pisa ilə oynayır. Inter utsa yəni də keçir Milanı məsələn də deyirəm. Yəni Inter qopmayıb mübarizədən. Yəni məsələn keçən mövsümdə sən deyirsən ki, Inter Milana uduzdu, mazarmadı da liderdən. Amma 1-2 hal arxada qaldı cəmi Napolidən. Yəni Milan Inter utdu, nə olsun? Getdi 8 yerdə bitirdi. Yəni o demək deyil. Yəni Inter o komanda deyil ki, indi buna çox belə pis necə özünü pis günə salsın ki, "Ala biz uduzmuşuq, hamı nə bilim." Inter lox komandalarına həmişə zor hallar yığır da. Məsələn, İndi icazə verdim. odur. Liqaya qalsa, Milan keçən 8-ciyə tutmaq səbəbi o idi ki, Milan liqada, derbilərdə Inter udu və neçə saxlayıb. Vəsə, qalan heç nə eləməmişdi. Bütün mübarizə hamısı uduzmuşdular. Bəli. Belə də olmalı idi. Amma Inter bu ilə Elçin deyir ki, başlayan ki, hamısını uduzub. İndi yəqin ki, bu bütün o Pisa, Cremonese, nə bilim, Cagliari hamısını uda gəlməyəcək də. Hardasa bir bunun da bir patkat gələn Amma olacaq. sən Interin oyununa bax da. Inter Inter qəşəng oynayır. Milanla da qəşəng. qırğın idi də. Yəni Kalango, Juventus bəlkə ən yaxşı oyunu idi həmin Milan da çox yaxşı Yəni oynadı. Napoli ilə də Lautaro vırsaydı təkbətək 0-0 olanda bəlkə tamam fərqli bir şey olacaqdı. Yəni ona görə deyirəm ki, Interdə oyun var, ən əsas odur da bunlar üçün. Çalha penalda vursaydı. Çalha prosta tupoydu da. Yəni Çalha o kimi oyunçu yayda az qala 1 milyona görə atırdı Qalatasaraya. Yenə də bunu qaytarırlar. Hələ yığmada deyir ki, mən İspaniya ilə oynamayacağam. Mən biraz burada dizim ağrıyır. Mən gedim kluba qayıdım. Vit fason edir ki, mən də oynayacağam da. Daha da yaxşı hazırlasın. Olsa İspaniya qarşı şansımız yoxdur. İkinci yerdə onsuz da. Amma burada gəldi derbidə gol epizodunda batırdı, topu itirdi. Bəli. Golla nəticələndi. Penaltisini vurmadı. Yəni Çalhanoğlu mental olaraq sönüb. Söndürüblər onu daha doğrusu. Rubilnikdən. Bəli, Rubilnikə söndürüblər və möhtəşəm bir mahnı var. Filio di Putana həvəs elədilər. Bunu bir də onu da nəzərə çatdırın. Milanla Inter arasında oyunçu alveri çox oldu da. Yəni kimləri istəyirsən saya bilərsən də. Belə cındır kimi gedən oldu. Pazzini, Cassano, Ibrahimovic, Edgar Davids, Bonucci, Pirlo, Seydorf, nə bilim Baggio. Orada oynayıb da orada. Banucci belə yoxdur, birbaşa keçir. Birbaşa keçid olmuyor. Yəni də bu adamlar oynayıblar da hər iki komandada. Amma bunun qədər boyun yoğun olmayıb hələ indiyə kimi. Hə, mən yəni yeganə söylən Cassano da biraz var idi. Cassano cəmaət qışqırmırdı Filio di Putana cəmaatının içində. Yəni mən sizdə bunu sual olaraq ünvanlamaq istəyirdim. Mən məsəl üçün futbolçu kimi ya da bilmirəm milli duyğular da ola bilər. Çalhanoğlu'ya bir simpatiyam var idi. Başa düşə bilmirdim ki, niyə Milan azarkeşləri var idi. Məndə də var idi. Hamımızda var idi o. Hər bir Azərbaycanlı azarkeşdə var idi. Çünki daha bizdə bir dənə qardaş var, hansı ki Amerikada yaşayır. O Bostonda olarkən Milan. O da gəldi, Çalhanoğlu'nun yadındadır ki, görüşürdük ki, bütün Azərbaycanlı arkadaşlara buradan salamlar. Hakan Çalhanoğlu çıxdı da axırda da. Yəni doğrudan deyirəm də. Aydın məsələdir ki, sən hamı pula görə oynayır. Heç kim heç nə demir. Bu biznesdir. Hakan Çalhanoğlu indi karyerasını davam etdirmək üçün daha çox pula getdi. Okay, which is normal da necə deyirlər ki, amma sən bu blokda yaşayırsan, məsələn bu üzbəüz qonşu ilə yaxşı münasibətin var. Sən nə bilim tüpürürsən buna, deyirsən gəlirsən, mən yuxarı qalıram və başlayırsan onu sulamağa. Yəni hələ gedəndə deyir ki, mən gedirəm ki, daha güclü komandaya çempion olum, həmin Milan çempion. Hə, yəni elə bil ki, sən çox pis hərəkət edirsən. Sən deyə başqa cürə də sağollaşa bilərsən. Amma ortada 1 milyon fərq var idi cəmi. Böyük məbləğ yox. Bu ildə çox yaxın idi Qalatasaraya getmək. Həqiqətən Çalhanoğlu onsuz da Interdə karyerasını bitirməyəcək. Onsuz da gedəcək axır əvvəl Türkiyəyə gedəcək. Dedi ki, mən Qalatasarayda onu götürəcək. Gələn mən sənə deyirəm, komanda daxili onlarda problem var. Lautaro ilə də problem var. Lautaro çünki bir neçə dənə söz soxmuşdu ona ki, kim qalmaq istəmir gedə bilər yəni. Belə bir temalar var idi.
Amma nəsə axırda başım saxladılar onu. İndi deyirlər ki, qal lazımsa bizə Kivoda təzə birinci mövsümüdür. Ona görə də yenə də bu bir mövsümlükdür məncə. Yayda gedəndə İstanbula Qalatasarayla anlaşmaya gedib adam Fenerbahçe ilə görüşmüşdü. Yəni bir problemi də orada çıxmışdı. Orada da qışqırdılar Filyo deputana. Aydın məsələdir ya, o şey türklər. Türkçə dedilər də ona. Ziya senzur elədi. O çocukları. Kino var değil mi? Onda bir dənə sual verin. Bu Milan-Inter arasında Figo sagası kimi bir şeydir Heç da? nə yoxdur. İtalya'da elə şey yoxdur. Yox. Hakan Çalhanoğlu məsələsi. Yox, Çalhanoğlu çox bizdə şeydir. Yox, orada 100% əmin edirəm ki, Milan azarkeşi dəfələrlə Çalhanoğlu evinin qarşısında məsələn o gol birinci golu vuranda derbidə belə eləyirdi. Yəni ki, eşidirəm sizi. Səhərsi sonra da 1-1 oldu da oyun. Səhərsi gün onun evinin qarşısında banner yazıblar ki, öz keçmiş komandaya gol vurmaq kişilik deyil. Kişilik odur ki, sən bilirsən ki, sənin arvadın başqasına yatıb, amma sən onu qəbul eləmirsən də, başa düşdün. Amma o aşı şey vurublar da ona da. Amma konkret orada arvad haqqası buna yəni şey eləyib, başqasına yatıb sonra qayıdıb, bu ona üçün ki, böyük yəni mən belə qəbul edirəm. Mənə qəbuldur belə. Aşkım səni çox sevirəm. Hə, ondan ha. Aşkım çox pardon. Sonra məsələn 1000 dənə şey olur, padyopka yemiş olur, amma Çalhanoğlu yəni təsəvvür elə də 100% mən əminəm ki, bu şəhərə çıxır da, rastlaşır da. Yəni bu Filyo deputana gündə bir dəfə ən azından eşidir də. Ən azı. Məsələn, sən oynayırsan, gəlsən o Glavoya. Yəni 70 min azarkeş sənə bunu qışqırır. Təsəvvür elə də bu nədir də? Bu çox üzr istəyirəm. Məşhur film var idi, bəlkə sən yadına gələr. İlk dəfə gəlir Amerikaya, çünki Əkbər danışdığı şey mənim onu xatırlatdı. Good morning my neighbors. Fuck you, fuck you too. Bildiyin, mən amma oyuna baxanda indi siz Milan azarkeşi kimi baxırsınız, mən bir neytral azarkeş kimi baxanda mən Əkbərlə razıyam ki, bu yaxşı məşqçidir. Sadəcə böyük oyun təcrübəsi biraz yoxdur gənc məşqçi olduğu üçün. Bir də elə bil Inzaghi'nin artıq xalastoy vəziyyətə keçmiş heyətini götürübdür. Üstünə hələ o heyəti özünküləşdirməli. Gücləndiriblər də həm də. Yox, müəyyən gücləndirməli olub, amma əsas heyətə baxsaq, yenə Simeone'nin Hələ bu Akancı gəlib. Avtobus şoförünə oxşayır. Akancı gəlib. Şoför o konduktora. Doğrudan deyirəm. Orada kimsədən baxanda buna bax, bu video xlasına. Bir Məhəmməd oldu vurdu. Oy, baxırsan da orada vurur. Amma Roma'ya qolu vurdu, outdu da komanda. Yox, məsəl üçün ümumi dünən Milan oyununa çıxan heyəti baxsaq, Dumfries yox idi, Di Augusto'nun yerində idi. Ən çox mən sevinirdim ki, Dumfries yoxdur. Hə. Dumfries olsaydı mazğı olacaqdı. Amma Mıxtaryan da yox idi, Darmian da yox idi. Amma Suçic çox yaxşı oyunu bəyənirəm. Bax, dünən Interdə 2 də ən yaxşı oyun var. Suçic yəni meydanda ən çox qaçanlardan idi və Marcus Thuram. Marcus Thuram bu çox yaxşı top forwarddır. Nə mənada? Komandadakı belə oyunçu var ha. Yəni Kivo mənim sözlərimə də yəni burada patvirjasiya eləyər. Yəni nə mənada? Lautaro'nu zəminə atdı. Komanda kapitanını çıxartdı, amma Marcus'u saxladı. Çünki Marcus qapıya arxası ola topu qəbul edir. Götürür, gedir qaçır qabağa, sağ verir. Tez bazda Stenko oynayır. Yəni hər şeyi bacarır bu adam. Həm klassik 9 oynayır, həm distansiyon Klasik 9 nömrə, kəllə ilə Babat bir moment oldu. 3-cü dəqiqədə Zərbə endirmişdi. Məsələn, bu adam çox çevikdir, texnikası yaxşıdır, boy buxunu var və oyunu başa düşür də bu adam. Doğrudan bu çox güclü super forward. Həqiqətən. O Inter Marcus Thuram olanda və Marcus Thuram olmayanda tamam fərqli komandadır. Doğru, razıyam. Yəni çox böyük bir transfer idi onlar son vaxt. İndi gəlin bir dənə də bir Yox, mən bir əlavə də eləyim, amma mən ümumiyyən deyirəm, neytral azarkeş kimi baxanda burada yəni qələbəni qazanan Massimiliano Allegri oldu da. Yəni çox klassik ustalıq əsəri kimi də gözlədiyi sakitcə arkada. Yox, meydanda təbii ki, man of the matchdır, möhtəşəm oynadı, amma kənarda yəni dediyim kimi də öz master klassını göstərdi. Rəqibi yordum, momenti tapdım, vurdum, qələbəni təmin etdim. Bir də oğul da qayıtmışdı. Rabiot hər şeydi də. Bütün oyunu Rabiot Modric çox qəşəng görünürdü Rabiot. Fafana kimi Laşperin Fafana aldı Çalhanoğlu'dan. Ataka yenə də o çıxdı, pası verdi Salim Fafana axır ki ikinci oyun icazə ver Fafanaya, düzələcək. Fafana çox fakaplar eləyir də sən. Deyəndə tələsmə. Onun mövqeyi başı odur. Monaco'da defensive midfield oynayırdı. Gətirmiş ki, çıx şeyin Pulisic'dən Leao'nun dalında oynar. Bir dənə qapıda oynatmamış o. Amma Pulisic də öz yerində həmişə kimi. Salim Akers özünü yəni konkret fəda elədi də. Bəli, çox yaxşı oynayır. Yəni Salim Akers hər nöqtədə var idi də, yəni. Di Marco'nu bağlamış. Parma'nın önündə gol vurdu, penal aldı. Burada gol epizodunu yaratdı. Vurmadı orada epizod biraz doğru da oyunda, amma yenə də yaratmışdı bu. Bir də axır ki bu Estupinian yox idi. Bartezagi zor oyuncu olacaq. Bartezagi məncə uzun illər
oynamalıdır. Çünki özü də Milanistadır. Bəli. Alt yapıdan yetişib. Yəni bu adam bilir nə var, nə yoxdur. Yəni bu şəhər, yəni başa düşür də hansı klubda oynayır da, belə deyim də. Bilirəm. Ona görə də Dəyərlər Estupinan sadəcə bir sənədir. Kontrol alt delete. Sağ ol. Emerson Royal'ın yanına. gələn yanvar ayında, yəni ki, üzümüzə gələn yanvar ayında Menyanla oturub ciddi söhbət eləmək lazımdır. Saxlamaq Nə lazım. istəyirsən, Veririk. ala bu ağ kağızı yaz. Nadiranda da 6 sot torpaq. Sivrizdə də kvartira Sivrizdə qutardı getdi. Hər şey hazır. Amma bu dəqiqə Avropanın böyük Belediyə sənədə yox amma kutsal. Kutçayla Avropanın böyük liqalarında yenə belə çempionluq rəqabətinin ən qızğın olduğu liqa seriyadır. İndi okey, Roma birinci yerdədir 27 xalla, amma Gasperini O papuçi çıxıb birinci. uzun long range-ə yaya bilmir də. Nə ehtimal Fil var, verirsiniz? salla budaqdan bax. Romadır bax. Yəni Roma Milanın çempionluq ehtimalı nə qədər görürsün? İndidən. belə deyim də, bu dəqiqə hər şey okeydir, hər şey gözəldir. Amma yenə də dediyim kimi bu şey 2026-cı ilin əvvəlindən başlayaraq komandalar öz pik formasına çıxmalıdır və yanvar transfer pəncərəsi də bu həmin komandalara da bir belə deyim də köməkli kimi yeni bir qatqı transfer etmək üçün bir belə deyim də, 2 dənə minimum ipucudur da. Ona görə sən onu düzgün formada istifadə etmək bilməlisən ki, məsələn səndə indi zordur hər şey. Məsələn Rabiot təzəcə qayıdı. Rabiot olmasaydı, məsələn hücumçu yox idi. Rafael yazıq məcbur idi ki, mərkəzdə olsun. Halbuki bu onun pozisiyası deyil. Yəni Pulisiclə o olmalıdır şeylərdə, klublarda, qabaqda olmalıdır Jimenez. Məsələn Jimenez də və Nkunku ümumiyyətlə yəni çox zəiflər bu mövsüm. Yəni sən görürsən ki, səndə bu nöqtədə zəiflik var. Sən bir məsələn mərkəz hücumçusu almalısan. O barda yazılar var. Tare 9 nömrə axtarır bir dənə ki, yəni normalde bir adam gəlsin. Müdafiə lazımdır. Yanvar ayından bir dənə center back məsələsi var. Menyanın kontrakt renewal məsələsi var. Bir də Heung-min Son niyə görə istəyirlər? Liqa qutarı şeydir. Qutarda uduzdular da. Qutarda, hələ dünən qutardı. Yox, dünən qutarmadı. Axırıncı qolu zad nəyə vurdu bilsə şeylədi, amma keçənmədi. 2 ilə sonra penaltı da vurmadı penalı. Thomas Müller'in komandası keçdi. Müller komandası keçdi. İndi bu adam 3-4-də qalacaq heç nəsiz mart ayına qədər. Bu çempionata getmək üçün Beckham 2 Milan gəlmişdi. Həmin şeydən bunu loan gətirmək istəyirlər. İndi görə nə olacaq da? Bu arada bilmirəm razılaşarsınız, razılaşmazsınız. Marcus Thuram tam bir Allegri forvardır da. Ona lazımdır. Vlahovic, Thuram. Ya, hətta məncə hazırki formuna görə Thuram bir tık ondan Vlahovicdən qabaq. Salam Akanji'yə istəyirəm deyim. Akanji, sən deyirdin ki, sən istəyirsən Çempionlar Liqasında oynamaq. Dünən də gördük ki, sən səviyyəvi çatdırmadın topa. Öpürəm səni. Hələ Interdə qal, yerin oradır. Bomba yaxşı Milana gəlmədi. Koni de Winter yəni. Okey, Milanla bağlı ürək sözləriniz qalmaqsa, keçək Napoli oyununa. Napoli oyununu niyə keçmək istəyirəm? Çünki əsasən də Qarabağla oyunu var. Biz Neapol səfərinə gedəcəyik. Bəli, biz verilişiyəm. Bəli, hansı stadionda oynayırlar? Stadion Diego Armando və onun il dönümüdür, vəfatının il dönümüdür. Və hər şey pis gətirirdən əlavə, yəni siz məndən daha yaxşı bilərsiniz. Bu sezon ən azından izlədiyim oyunlar içərisində ilk dəfə də üçlü müdafiə oynayırdı. Hansı ki Chelsea ilə çempion olduğu amma Conte'nin ən bir taktikasıdır. Bəli. Və Now Langla Neres qad mod açdılar. Məsələ odur ki, bu dəqiqə əlində 4 dənə oyunçu zədəlidir. Onlar oynayacaqlar. Lukaku, Kevin De Bruyne, Højlund'a zədələndi yenə çıxdı. Amma orada McTominay İndi oynayıb Atalanta ilə. Güclü rəqibdir Atalanta. Amma Atalanta bu mövsüm heç də güclü zəifdir, amma indi bir ağırlığı var da. Adı var da ən azından. Atalanta. Məşqçini dəyişdirdi. Palladino ilk oyunuydu. İndi Qarabağla oynayıb, sonra həftə sonra Roma ilə oyunu var. Bəli. Bu adam bu 3 oyunda özdə qol vura bilmir. Mənim ki Atalantaya da bunlar qol vura məsəl büdrəsələr, nəsə bir şey fikirləşmək olar da bu oyuna çıxanda. Düzdür, futbolda hər şey olar, amma biz bunu sonra danışarıq. Məsələ Atalanta oyunu tutsa heç aff etmədilər. Yox, çox pis. 3-0 idi, belə dalğa kimi atakalar gəldi. Birinci tərəfdə həll elədilər də elə hər şey. Bəli. Sonra dayandılar da lazımdır 2 dənə çətin oyunu var qabağında. Hədə bilir ki, çünki orada oyunlar var da. Romaya qarşı da var. İndi Samir'in klassik teoriyası var da, Conte Çempionlar Liqasında oynamır. İnşallah əsas heyəti tam buraxmaz. Amma bir məsələ də var. Atalantanın oyununda belə hücum nə qədər möhtəşəm oynasa da Napoli müdafiəsi kasyaklar buraxırdı. Əsas heyət deyirsən buraxmazsa, bu heyəti var ki, əlinə var odur. Orada
Zaçla Rahmani varsa Yox, amma bax, yaşadıq. həmişə mən Quşduyur. deyirdim. Atalantanın qolunda da səhvi var idi. Rahmani Çünki Atalanta hücumçusunu Skamakka zəifdir. vurdu da, belə baxırdı Hə, Skamakka Skamakka, iki qardaşım vur görüm nə edə Çox bilirsən. zəif. Kim Min-jae, Rahmani ikilisi var idi. Bu pik oynayırdı. Rahmani də ki, belə də yəni Rəhit kimi. fırlanardı ölsün. Kim Min-jae Napoli 10 nəfərlə çempion oldu. Elə bir həm idi. Amma Milan onları 4 dənə vurmuşdu. O da hamısı Rahmaninin yerindən. Gəlirlər üstə Brahim Diaz biraz sağ söyləyirdi onu. Leo. Hə, Leo birinci. Mənə çox maraqlıdır ki, Elvin Cəfərquliyev baxdı bu oyuna. Neresi görüb belə ki. Dəhşət Neresi ya. oncudan Nə düşürdü. Prosta məncə səncə onun yaxşı bir sol ayaqdan udarları var. Onu saxlamaq lazımdır. Uzaqdan məncə çalışacaq ki, Qapıçı da ona hazır olmalı. Və misal üçün biz Chelsea oyununa baxsaq, orada Estebanın qolunda da biz onsuz Elvin'in anına yemişdik. Orada həm Medina'nın həm Elvin'in səhvi var idi. Yəni kəskin wingerlərə qarşı belə tərslikdən Atletik Bilbao'nun kəskin wingerləri var idi, Chelsea'nin var idi, bir tər saxladıq. İndi bunların da wingerləri bizim bəxtimizə kəskinləşiblər, görək nə olur axı. Yaxşı olar. Nə gözləyirsiniz? Mən anket açmışdım bu arada. İndi Azərbaycan xalqı da təbii ki, eyfariyaya qoşulub %60 Qarabağın qələbəsinə hamı səs vermişdi. Düşünürəm ki, şans kifayət qədər yüksəkdir. Napolinin Xüsusilə Angisan yoxluğunda orta blokda oynasa əgər. Labotka var, Baktomin var, onlar da. Amma Labotka pis oynadı Atalanta oyunu məncə. Pis oynaya bilər, amma indi Qarabağdan da orada Yankovicdən dirəşmə olacaq. Mən fikirləşirəm ki, Napoli tam belə birinci dəqiqədən hücuma keçməyəcək. Rahat bir oyun. Mənim 4 xallar var ya. Havası kimi xallar. Amma Eintrachtdan da oynadı, ölü futbol oynadı 0-0. Yəni demək istəyirəm ki, Napoli imkan verir də rəqib komanda oynamağa. Onu demək istəyirəm. Qarabağa da bu həmən o Raqaba zor idi. Bu yəni təzə oyunçudur. Okeydir də, okeydir. Yəni buna Neftçinin tərəf transferi. hə, yəni bu Qarabağ üçün çox belə gözəl bir məncə fürsətdir ki, öz oyunu qursun, oynasın və əgər hücumda bizim hücumçularımız, bizdə də hücumçu problemi var da. Yəni bizdə məsələn Nəriman, Jimenez kimi də deyək də Milanda doğrudan deyirəm. Amma çalışır nəsə eləsin. Ya da Özünə inam yox. Rahmanin forward verirsiniz. Sənə deyim ki, Nəriman son vaxtlar yaxşılaşıb. Yəni görsənir ki, udarlar vurur, çalışır, eləyir. Yəni kifayət qədər sürətlidir də. Chelsea oyununda da fərqlənməyə çalışıyor. İstəkli idi. Var. Yəni onu demək lazımdır da. Nəriman özlərini hamı indi məzələnir zət, o da yəni oxuyur, baxır zət. Hamı onun haqqında nəsə yazırdı. Bu adama təsir eləyir. Amma istər-istəməz bu adam özlərində işləyirsə, çalışırsa, deməli irəliləyiş var. Mən Nərimanda bunu gördüm ki, okey, vurmaya bilər hansı epizodlarda, amma özlərində işləyir. Görürəm ki, özünə inam artır. Özünə inam artırsa, deməli, axır əvvəl ayağı açılacaq da. Bəli, nəticə olacaq. Görək də uğurlar arzu eləyək. Ehtimal proqnoz falan vermək istəyirsiniz? Girmək istəyirsiniz o riskə? Qarabağ udacaq. Onu skrin edərsən. Sən hamısı bir dənə proqnoz video paylaşmışdıq səfərlərimizə. TikTokda bir xeyli baxılmışdı. Deyirsən ki, buradan yəni kanal almaq olar. 200 minə yaxın adam baxıb, yəni sən proqnozunu tutmasan o kommentlərini təsəvvür eləyə bilmirəm də bu dəqiqə ki, vəziyyət nə olacaq. Nəysə, icazənizlə keçək yavaş-yavaş Premyer Liqaya mən bir anons edeyim. Bayaqdan izləyicilər baxırsa bizə, onlarda bir sual işarəsi yarana bilər ki, Samir niyə yoxdur bu gün? Mən ona açıqlıq gətirim. Volt elədi onu. Keçən həftə bütün sosial mediada, dünya, Avropada hamı bu mövzunu müzakirə edir ki, Arsenalın Tottenham, Bayern München və Chelsea oyunları var, ardıcıl 3 oyunu. Və hamı bu sualı müzakirə edir ki, Arsenal buradan neçə xalla çıxa bilər və mən də həmin sualı bizim Instagram storiesində ünvanladım izləyicilərə. Və ora gələn replaylardan biri Samirdən idi. Samir yazmışdı 0 xal. 0, hə. Bəli, və Arsenal gələcək. Bu 3 oyundan Tottenham, Bayern München, Chelsea oyunu. Arsenal 0. Arsenal neçə xal toplayıblar? Samir yazdı ki 0. Və dünən belə bir şey oldu. Oyun qutarda Samir yazdı ki, Stuxanski, mənim sabaha bir dənə təcil işim çıxıb. Uşaqlar mənə əvəz eləyə bilərmi? Əvəz eləyə, problem yoxdur. Kommentdə sən Arsenal işlərini nəfər əvəz eləyəcək, o bilinmir. Amma bəli, yəni bilmirəm baxdınız ya baxmadınız. Axıra kimi baxdım. Arsenal oyunun sonuna kimi döyürdü Tottenham'ı ki Thomas Frank'ın Tottenham'ı zaten başsız futbol. Amma gol olmamalıydı. 4-0 olmalıydı ən azından. Çünki o gol mənasız gol. Sürpriz gol idi. Yəni Allaha sığınıb topu vurdu, bəxtəxuda getdi, top girdi qapıya. Yəni heç nə eləyə bilmir. Bir də Thomas Frank'ın meydana buraxdığı heyətə baxırsan. Müdafiədə bir dənə qəlyan çatışmırdı həqiqətən. 38-də ötürsün onlar. Biraz mənim başımı təzyiq. Ezra gələn çəkə-çəkə vururdu qolu. Özü hər 3 gol bir-birinə oxşuydu. Uzaq küncə
Hətta poker eləyə bilərdi. Vicario çıxartdı 4-cü zərbəsini. Trossardın qolunu da öz qapısına vurdu. Demək olar ki, Hə, patkada baş- geldi Hə. dank. Deməli, Hansı qamış yəni idi o ya? Romero idi yəni. Romero'ydu. Şeyin bir dənə qolun birində də Gül kimi heyəti var Van yəni. Devil'in Van Devil'in səhvi var Hə, idi. hə, hə. Ki onsuz da oyunu üçlü müdafiə ilə başlamışdı. Sonra ilk 2-0-dan sonra ikinci hissəyə Keçid 4-də yəni. 4'dü. Orada lap beter oldu. Amma yox, Thomas Frank'ın heyəti bildiğin şey heyətidir də. Oturun Thomas Frank qapıya yenə- gol buraxmayın, bir xal götürüb çıxmış Klassik, oyuna. klassik yəni kiçik klubun məşqçisi, yəni Hə, Brentford. bu 12 maksimum Brentforddur. odur. Yəni o Danimarkalılar- belə kluba soxmayın da özünüzü. Danimarkalılar Ay yoxsa- məşqçilər, xahiş edirəm. Başa düşürəm, siz yaxşı tərəfdən özünüzü göstərirsiniz. Böyük klublar istəyir sizi çağırsın, siz də aldanırsınız, gelirsiniz sonra da tap düşürsünüz aşağı gelirsiniz 5-ci liqadan başlayırsınız. Yəni eləməyin belə. Derby county. Sizə bir məsləhət. Cancelo görmüş adam kim məsləhət versin ha Milanda. Kansa kubok aldı. Öz ölkəsinin top klubu məşqçisidir. Thomas Frank'ın oyundan əvvəl mətbuat konfransında da bir quşlamaq olub da. Sual veriblər. Ece çünki yayda Thomas Frank Tottenham'a gətirmək istəyirdi axı Ece'ni. Ondan əvvəl jurnalist belə Abujna kimi sual verir ki, bəs Ece'yə nə deyirsən falan, deyir o kimdir? Ay mən. Ece də hat-trick elədi və 21-ci əsrdə Tottenham Arsenal oyunları, rəsmi oyunlar içərisində hat-trick eləmiş ilk futbolçudur. Gözəl. Göründü burada Tottenham Axırıncı dəfə, Arsenal'a görə. axırıncı dəfə Arsenal Tottenham'ı öz meydanında uduzanda 2-3 uduzub. 2010-cu ildə. 2010 değildi. 2010. Hodgson Tottenham idi. 2-3 uduzmuşdu. Fabregas falan var idi onda isə. Hodgson da öyle şeydi. Neydi o? 2010'da var idi. Harry Redknapp. Ha, Harry Redknapp. Harry Redknapp. Johannes Kabul vurmuştu. Ha, balı. Jonas Ha, Kabul ha, falan o. Van der Vaart vurmuştu. 2010'da bir Gareth Bale. Ha, 2010 düz. Normal sastavları var idi. Ha, bomba kimi. Qabaqda Pavlyuchenko. Aaron Lennon. Bu Benoit 2018-19 Su Ekoto. final oynamış Tottenham'ı çıxsaq, ondan sonra ən yaxşı Tottenham heyətidir mənim gördüyüm. En yaxşı elə final oynamış idi. Yo, ondan sonraki Mən deyirəm. Tottenham'a 2006-cı ildən bu yana baxıram. Hələ bir də eləsə. İndi bir də indi yaxşı sastav. Van de Ven, Romero. Müdafiəsi Destiny. yaxşıdır. Ön tərəfinə Xavi Simons umutsuz Oynasın da vaka. o. Tel, Richarlison həm belə ancaq Ya Allahın köməyi Kolomani ilə. o tam sordu. Çünki Kudus Mudus. Kolomani. Tarixin ən böyük soxuşlarından biridir. Amma Arsenalın Həm bu Fransa millisinə, həm Parisə, həm Amma sən Tottenham. ki Juventus da yaxşı oynayırdı. Arsenal bu tur Who ümumiyyətlə cares, hə? bəxti orada gətirdi ki, City uduzdu Newcastle-a və həqiqətən Newcastle qələbəyə layiq idi. Mən ona baxmışdım. Newcastle-da Orta blokda döydülər City-ni. 2-3 nəfəri vurğulamaq istəyirəm orada. Tonali. Tonali. Yes. Axıra kimi hələ tək bizə çıxmışdı bir dəfə. Az Burası qaldı. bir dənə bir sənədir. Bu sezon sonuna kimi tab gətirmirlər. Hə, sezon Hə, sonu dözmələri lazım. Daha onun üçün də sastav normal olmalıdır. Gasperi'nin Bir dənə- Atalantası kimi bir şeydi Newcastle Premier Ligada. Bir dənə Tonali ya da Bruno ya da Joelinton zədələnsə, yerinə bir dənə Jacob Murphy girib sistemin içinə. Növbətdə Brighton oldular zaten. Hə, elədir. Və Müdafiə Botman zədələnməsi məsələn. City-də qapıda Donnarumma olmasaydı, o oyun rahat 4-1 falan olacaqdı. dəhşət. Yəni birinci hissədə nə qədər Voldemort yüzdə Yo, Vurdu. amma siz Haaland da zəif oynadı da. Kənar epizodlar var idi, vuran var. Yox, idi. Şeyin epizod. Yox, Birinci tam kick olmalıydı oyunda. ümumiyyətlə Hə, hə, City-nin epizodu Foden'ın nə qədər bu momenti birinci var idi. hissədə Ha, ha. City-nin Birinci Yəni, hissədə City özü 2-2 vurmadı. idi. Hə, 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 düzdür. Amma ikinci hissə başlayanda bilmirəm o how Razdivalka nə dedi? İkinci taymda Bruno Guimaraes, Joelinton City yarım müdafiəsini döyürdü bir dənə polyada ki, başladı eləyirdi az qala şey. Orada Bernardo Silva Nə məzələnlər. Deməli Tijani Reinders birinci oyunda qolu vurdu. Yazdı, tweet paylaşdı. Season 1, epizod 1 ki başladı da o şey düzəldiblər, mem düzəldiblər ki ilk seriyada bitən seriallar Tijani'nin şeyi qutardı. Tijan Reinders deyir ki, mən getmişəm City-yə titullar dalınca belə necə içində Deyirsən, qalacaq. Milandan o söz deyib gedən adam xeyir tapmır deyirsən. Sən Hakan da belə mənə çatmır. Sən get City-dən dalınca. Bir bax da, sənə çox hörmət bəsləyir. Yo, Tijan zor oyunçudur. Zor oyunçudur. Sən Allegri'nin komandasına partladacaqdın sən orada. Yo, babat pul verdi. 14 milyon aldığı Tijani'yə 75 Ana milyon. demədə mən City-dən dalınca gedirəm. Ala Pulu verdi, sonra pul apardılar. verdi, So, money talks. bir şey də biraz yamalayır da. Ticari tanıyan var değil mi Milana gələnə kimi? Azla Kamarda fırlardız. Buradan növbəti bayaqdan sən salam göndərsən. Mən də Liverpool azarkeşlərinə və başçı Samir olmaq salam göndərirəm. Səmərəli şəkildə 7 oyuna 6 məğlubiyyət. Və bilmirəm Arne Slot'u göndərmək üçün nə fikirləşirlər hələ də. 7-ci məğlubiyyəti gözləyirəm. 8 O da oyun. sempanikasında. Zerkalin olsun 7-7. Başım. Amma Nottingham ikinci mövsümdə davada olaraq qazinti. Keçən mövsümdə 2-1. Nottingham'da 4 ayda 4-cü məşq edir. Nunes bir uşaqlar bayın dedi sən fikir yaydan bu yana 4 də məşq edir burada. Nə bilim Santo,
O şey Postecoğlu gəldi. Postecoğlu. Sonra keçən kimi trener, indiki başqası. Ağzına indi Keçən illərim şeydi də onların məşqçisi. Espirito idi Nuno də. Espirito Ay oydu Santo. 10 gol aldılar. 10 golla Postecoğlu gəldi. Ondan sonra da ikinci bu mövsüm ikinci. Nuno da getdi şeydə West Ham'a. Hı. West Ham'ın normal oynuyor. Samir demiş ki 3 oyun dalmada uduzma. Bəli. Yəni, Sadəcə yeganə nailiyyətdir. ümid yeridi, amma Liverpool sən bayaq demişdin ya, arxaya bir dənə qəlyan çatmır. Liverpool müdafiə Konatı hər cür səhv eləyə bilərdi. Baxırsan çox görünür yox. Liverpool'a baxırsan deyirsən ki ala belə risk gəlib ki tank vəsə. Bu birlikdən söndürürlər Konkret, oyunun Aa, ortasında. İshak hər oyun oynayır. Heç nə də eləyə bilmir. Bax, nə bilim, Twitter vardı. İsakı qazanmaq üçün Ekitike'ni itirmək. Slotun bu dəqiqə yaşadığı saqodur. Ekitike çox yaxşı başlamışdı. Nə var, İsakı qazanmaq Pul istəyirsən deyə. verirlər. Holland məşqlərdə o belə ikinci mövsüm sindromu var. Hə. Konkret. Yəni slot okey də birinci mövsüm özü də eləmişdim məncə ki, o belə necə hər şey alınır zaten. Amma slotun o bir sən nə vaxtdan önce o çox böyük bir zadel elədi. Töz bir Az bir fevraldan o tərəfə özü başladı kimi oynamağa. PSG oyunundan Ha, sonra. PSG oyuna dasvidaniya. Sonra o çempionatda dalbada oldu. Plus Arsenal çox gündədir. Eləyə bilmədi. Yığışdı. Alındıra bilmədi doğrudan deyir. İndi Arsenala baxırsan ala zordur. Amma inam yoxdur ki Arsenal daha axıra eləyə kimi bilər? belə gələcək. Bir də martdan bir dənə dank nəsə oldu. Çıxdı gəldi başa. Everton səfərində məğlubiyyət Hə, qurtardı. yəni Arsenalın gözləniləndir bu. Yəni çünki keçən mövsümün təcrübəsinə əsasən Ondan əvvəlki mövsümün təcrübəsi yəni- var. Ondan əvvəlkinin təcrübəsi. Arsenal nəsə çatmır da veçində. Bu Arteta'nın nə bilim alıb bir Məncə dəfə Arteta da çatdı. bir dəfə Heyət bir yaxşıdır. dəfə şey uduzdular. Everton uduzdular. Amma niyə deyirəm? Everton 20-ci yerdədir. Getdilər Arsenalların oynayır. Keçən mövsüm David Moyes gəlməzdən əvvəl yoxsa ilk Yox, ölüydü? 2 il əvvəl. Hə. Ən çempionluğa ən yaxın olduqları vaxt idi. Getdilər bir sürü uduzdular. Ondan sonra komanda belə o fil kimi düşdü aşağı. Everton'da relegation-dan çıxdı ondan sonra ki, hər iki komanda üçün dəyişiklik oldu. Bəli. Bəli, istəyirəm. Qırılma nöqtəsi oldu. Hə. Amma bu biraz təzədən qayıdacağam Arsenal oyununa. Hə. Mən bu mövsüm Arsenal bütün oyunlarını izləmişəm. Valla Gyökeres'i niyə alıblar başa düşə bilmirəm. Gyökeressiz Arsenal çox daha yaxşı oynayırdı. Düzdür Tottenham'la oynadılar amma ortada Merino ilə Eze'nin o bağlantısı ki birinci pasda da Trossard'da asisti möhtəşəm idi Merino'nun. Zəhər kimi oynayırlar. Gyökeres o sistem üçün lazımsız deyil. Məsəl üçün bu oyunda Merino necə oynayırsa, Arteta Gyökeres'i deyil oynatmağa çalışır. Gyökeres o deyil də. Heyət çox güclüdür. Həqiqətən Çox qapıçılar güclü. çox güclüdür. Yəni kim nə deyirsən, Hə, Arsenal Raya belə çox güclüdür. Bu mövsüm top klass qapıçısı var. o qolu göstərərsən də mərkəzdə. İndi qabağa çıxmış. Olur da bayaqdan özü deyir ki, mırta vurdu topu. Amma yəni təsadüfi gol idi. Müdafiəçilər Saliba Və Gabriel zədəli idi. Ona baxmayaraq müdafiə Mosquera. sistemi pozulmadı. Ya Mosquera oynamırdı. Mosquera idi o. Yox, Bəlkə o sonradan orada- girdi. O şeydi İspaniyadan aldıqları nə idi? Neysə Mosquera da deyil, o cavan buraxmışdı. Mən növbəti turda oynayırlar Chelsea səfərindədirlər. Yəni Chelsea Arsenal. Orada Arsenal üzüyaq çıxsa, bunu demək olar ki, bəli, Chelsea-nin də Arsenal oyunları- ciddidir də, fikirdə ciddidir. Və işin maraqlı tərəfi odur ki, hazırda ikinci yerdə də Chelsea'dir Chelsea'dir, 26 xalla, 3 xal fərqləri var. Amma Chelsea-də aralarında. axıra kimi Chelsea dirənsə indi çox Barcelona oynayır. möhtəşəm bir Hə. oyun olacaq. Yox, Barcelona da Çempionlar Liqası o hissdə. Yəni bu həftə sonu olan oyunda çox böyük bir sezon birinci yarısının ən əsas oyunudur bəlkə də indi bu dəqiqə. Yəni Chelsea də indi toparlanıb, birinci pis başlamışdı. Dalbada qırmızı kartla zaten alırdı. İndi son 5 oyundan Zədələr də 4-ü çoxdur. qələbədir. Son 5 oyunun 4-ü sonu. Palmerin yenidən zədələnmə səbəbini bildiniz. Ha, dəydin sən. Evdə Hə, çeçələ barmamış, hə, qafa dəyə bəzidir. Bu 3 həftə oynaya bilmir. O bir dəfə John daşır Terry də yəni. belə idi də bir dəfə. O PlayStation-da da oynayırdı, divandan Ay yıxıldı yox, elədi. şey nədən adı? Lüstra Milan dəyişirdi. qapısı lüstr dəyişəndə yıxır. Şeydə Spartiello. Spartiello. Adam lüstr nə işin var? Arvad isfadə qəbul yəni lampoçka da dəyişə bilmirsən. Arvad dilib gələm çıxan deyil. Nəysə, bu arada La Liqa'da kiçik keçək Barcelona azarkeşlərini təbrik edirəm. Camp Nou-ya qayıtdınız və stadion. Leva ilk qolunu vurdu və inamlı Döydülər orada. müdafiə xətti yaxşı oynayırdı ki, o tipik Barcelona müdafiə xəttinin səhvlərini eləmədilər. Bilbao'ya göz açmağa Açdırma. imkan vermədi. Arvad döydülər topu. Döydülər, bildiyin Döydülər. töv. Hətta bir dənə qollarda offside ilişmişdi, yoxsa 5 İki dənə. Yamal vurmaq istəyirdi bura. Samir'in assist komandası. gəldi. Bəli, Samir'in sevimli komandası Xabi Alonso demişdi ki, bəs Rayo Vallecano'lara falan xal itirməyəcək. Liverpool'u uduzmayacaq demişdi. İndi yox, xal itirməyəcək demişdi. Liverpool'u uduzdu. Getdi Rayo Vallecano-ya heçsə, indi də Elche-yə heçsə. 3 oyunda qələbə izi görmür. Amma öz aramızda Elçinin mən gözləyirəm ki, nəsə eləsin. Çünki Elçinin Barcelona ilə oynadı baxdım Hə. səfərdə.
Elçi konkret babat da bir dənə oyun göstərdi. Özü Barcelona'da axırda vurdu da. Elçi O da bir Rafa vaxt- Mir'in bir dənə momenti var idi. Az qala vururdu. Özü 2-1 dəqiqə qabağa. Elçi də oradan yaxşı futbol göstərdi bu mövsüm. Və lider komandalara bir baş ağrısı ola bilir. Ona görə də məncə Realın o təəccüblənməməlidir. Yəni azarkeşlər ki, nəyə görə 2-2 oynadı? Bəli, yəni Real daha Realın momentləri də var idi. Var XG idi. 3.64 nədir Realda? amma məğlubiyyətdən qaçdı. Hə, Yəni. axırda. Dean Howson'dan Bellingham'in qolları Yes, gəldi yes. falan. Ki Dean Howson ilk qolda Çok səhv böyle. eləmişdi, qol vurub bəra şeylədi. Bu həftəlik bu qədər əziz izləyicilər. Öpürəm, bağrıma Bəli. basıram. Siz bu verilişə baxandan bir neçə saat sonra Qarabağ oynayacaq, onlar da uğurlar və 5-ci gün bizi lojada gözləyirsiniz. 5-ci Forza Milan. qarşınızda olacağıq. Öpürəm, bağrıma basıram. Sağ olun. Gəlin görüşəndə.